Axşamı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev, satışa çıxarıldı 115 min manata. 2 sot yarımın içində 4 otaqlı evdir, böyük kvadrat evdir. İnşallah gələndə görəcəksiniz. Evin 4 bir tərəfinə fırlanmaq olur. Bax görürsünüz, çox səliqə-səhmanla tikilmiş evdir. Ay maşallah, bax həyətə baxın. Bax gör nə boyda, stadion boyda həyəti var, geniş həyəti var. 2 sot yarıma yaxın torpağı var. Paket kupçadır. Evin də kupçası var, torpağın da kupçası var. Qaz, su, işıq sayğacları var. Kanalizasiya birbaşa mərkəzi xəttə qoşulub. Yerləşdiyi ərazi bilirsiniz hardadır? Saray MTK-yə yaxın, Sumqayıda yaxın, Saray MTK-da Araz market var. Bax elə ona buradan kəsə girmək olur. Yəni apteka, marketə, marşrutlara yaxın bir ərazidədir ha. Mütləq gəlin bu evə baxın. Deməli evin 4 bir tərəfinə fırlanmaq olur. 1 2 3 4 5 6 7 neçə daş kürsülüdür? 8 daş kürsülü evdir, kurqavoy qoşadaşla tikilib, şəbəkə pəncərədir, tarsovka emusiyadır. Bax belə görürsünüz, burada balkon belə naves kimi düzəldiblər. Bunları qoyuruq bir qırağa. Nəyi demək istəyirəm? Ev sahibi dedi. Bax bu həyətdə siz bu evi gəlib alası olsunuz, qiymətdə razılaşsınız. İstədiyiniz formada burada bir naves yığılacaq. İstədiyiniz formada, istədiyiniz ölçüdə, istədiyiniz kvadratda burada naves yığılacaq. Bax burada naves nəzərdə tutulmuşdur. Sadəcə ev sahibi dedi ki, müştəri gəlsin, onun istəyinə uyğun yığım. Birdən mən bir tərəfdə yığaram, o başqa cür istəyər. İnşallah siz gəlin bu evə baxın, naves buna hədiyyə olunacaq. Özdə elə belə olmayacaq. Çox belə super yığılmış bir naves olacaq. 115 mindən də ev sahibi endirim eləyəcək. Deməli, bax danırsın, burada da padvalı var. Bax belə bir, inşallah bunları gələndə görəcəksiniz. Ərazi olaraq da quru ərazidir. Bax görürsünüz, atmalarınızda hamısı sıx-sıx atılıb. Sıx-sıx atmaları atılıb. İndi evin içərisini göstərirəm. 8 daş kürsülüdür. Deməli, evin 4 bir tərəfinə fırlanmaq olur. Onları dedim. 8 daşdan sonra qalxırıq evimizə. Bax, buradan bir dənə pəncərədən baxın. Şəbəkə pəncərədir, divar boyu pəncərədir, görürsünüz. Çox böyük işıqlı göstərir evi. Yəni, pəncərənin belə olmağı həqiqətən üstünlükdür. Buradan daxil oluruq evimizin içərisinə. Koridor, hamam, tualet, mətbəx, keramika, isti poldur. Otaqlar ancaq radiator. Görün necə işıqlı evdir. Aboyları, qapıları, yeri, göyü. Yəni, evi ümumi aurası çox işıqlı, nurlu evdir. Yaxınlaşın zəhmət olmasa buradan birbaşa qonaq otağına, yəni zala. Bax, bura qonaq otağıdır. Bax, bir də deyirəm, bu pəncərənin divar boyu belə olmağı evi çox işıqlı göstərir. İki tərəfdən də bax, belə açılan pəncərələri var. Görürsünüz, otaqlarda radiatordur. Amma koridor, hamam, tualet, mətbəx, keramika istif oldu. Bu da TV-stentin yeridir. Davam eləyək. Gələk buradan mətbəxə. Mətbəx görürsünüz, necə yerdə seçilib. Yəni, qapıdan girən kimi mətbəxə birbaşa girmək olur. Bax, burada mətbəxidir. Mebel arası keramikası vurulub. Yeri onsuz da elə keramikadır, bütün nöqtələri qoyulub, pəncərəsi də bunun iri pəncərədir. 115 minədir, Saray qəsəbəsindədir bu ev. Gəlin, baxın, yola yaxındır, bütün marşrut xəttlərinə yaxındır. Burada bir yataq otağıdır. Bax, böyük kvadratlı otaqlar, görürsünüz. Bir otaq buradadır, sonra bir otaq buradadır. Bu otaq o yataq otağından böyüdür, düzdür? Bax, bir otaq buradadır. Görürsünüz, otaqlarda radiatordur. Ancaq koridor, hamam, tualet, mətbəx, keramika istif oldu. Bir otaq da buradadır. 3 yataq otağı, 1 qonaq otağı. Ümumilikdə 4 otaqlı ev. Bax, bir otaq da buradadır. Buradan da sanitar qovşağına baxaq, hamam, tualet bir yerdədir, amma bunun da kvadratı böyüdür. Baxın. Gələndə onsuz da bunları görəcəksiniz. Bunları mən deyirəm burada çəkilişdə, amma gələndə bunları görəcəksiniz. Bir də izah edirəm. Deməli, bu ev çıxıb Saray qəsəbəsində satışa çıxarılıb. Paket kupçalı evdir, evin də kupçası var, torpağında qaz, su, işıq sayğacları var, kanalizasiyası birbaşa mərkəzi kanalizasiyaya qoşulub, yerləşdiyi ərazidə Saray MTK-nın yanında.